Bu sualın ən rahat qaydası belə olar. Ən kiçik ədəddən başlasaq, məsələn burada 3-dən başlasaq, 3 ilə 8 arasındakı fərq 5. 3 ilə 10 arasındakı fərq 7. 3 ilə 16 arasındakı fərq 13. 3 ilə x arasındakı fərq x minus 3 olar. Burada ən kiçik ədəddən başlasaq, 16 ilə 21 arasındakı fərq o biri qədər 5. 16 ilə 23 arasındakı fərq o biri qədər 7. 16 ilə 27 arasındakı fərq burada 11 imiş. Deməli burada 16 ilə y arasındakı fərq y minus 16 olmalıdır. Burada baxsam 5, 7, 5, 7, 13, 11. Deməli, aradakı fərqlər hər birində eyni olmalıdır. 5, 7, 13 də gərək 11 olsun. 5, 7, 11 də gərək 13 olsun. Baxın burada. Burada ən kiçik ədəd 32-dir. 32 ilə 34 arasındakı fərq 2-dir. 32 ilə 38 arasındakı fərq 6-dır. 32 ilə 40 arasındakı fərq 8-dir. 32 ilə z arasındakı fərq z minus 32-dir. Bu tamamilə fərqlər ədədlər alınır. Niyə deyəcəm? Ən kiçik olan 4-dən başlayırsan. 4 ilə 9 arasındakı fərq 5-dir. 4 ilə burada 15 arasındakı fərq 11-dir. 4 ilə 17 arasındakı fərq 13-dür. 4 ilə c arasındakı fərq c minus 4 olacaq. Burada ən kiçik ədəd 15-dir. 15 ilə 22 arasındakı fərq 7-dir. 15 ilə 26 arasındakı fərq 11-dir. 15 ilə 28 arasındakı fərq 13-dür. 15 ilə f arasındakı fərq f minus 15-dir. Burada yoldaşlar, hər bir şey uyğun gəlir. Bax 5, 7, 13 burada çatışmayan 11-i götürəcəyik. 5, 7, 11 burada gərək 13 olsun. 7, 11, 13 burada gərək 5 olsun. Aradakı fərqlər hər birində eyni olsun. 5, 11, 13 burada gərək 7 olsun. Bəs bu üçüncü nədir? Bunları yazılsın. Üçüncü nədir? Üçüncüdə demək ki, burada ən kiçik ədəd 32 yox. Ən kiçik ədəd z demiş ki, aradakı fərqlər hər birində doğru qanunlarını verərmiş. Yəni ki, ən kiçik ədəd z olsa, z-i burada biz neçə götürə bilərik? Ən kiçik ədəd hər birində 5 vahid fərqləndiyinə görə buradakı ən kiçik ədəddən 32-dən 5 vahid kiçik 27 yazsaq əgər, 27 32 ilə 5 vahid fərqlənir, 34 ilə 7 vahid fərqlənir, 38 ilə 11 vahid fərqlənir, 40 ilə 13 vahid fərqlənir. Çatışmayanları yazacağıq. Burada əgər bu 11-dirsə, nədən 3 çıxanda 11 qalır? 14-dən. Bu əgər 13-dürsə, nədən 16 çıxanda 13 qalır? 29-dan. Deməli, y 29 olmalıdır. Burada bunların, gələ bu 7 olsun ki, nədən 4 çıxanda 7 qalar? 11-dən. C 11 olmalıdır. Burada bu isə olmalıdır 5. Nədən 15 çıxanda 5 qalar? 20-dən. Bunları yazandan sonra sualı cavablandır. Z-in qiyməti Z ortada olanıdır 27. Yəni A variantıdır. 44-də X, Y, Z, C, F. 5-nin də cəmini istəyir. 14 plus, 29 plus, 27, 11 və 20. 5-ini də toplayacaqsınız. 101 edir. Burada Y-lə Z-in cəmi. Y-imiz ikinci olan 29 idi. Z-imiz isə 27 idi. Bunların cəmi bizə verir 56. Digər üçünün cəmi 14, 11, 25. Üstə də 20 gələndə 45. Bunların fərqi isə 11 verir. Cavab verir.